Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Gördüyünüz bu ərazidə Türkiyədə və dünyada məşhur olan xalq idman alətləri. Görürsünüz, yerləri boş qalıb. Formalaşdırılmışdı 2018-ci ildən. Bax, burada insanların sağlamlığının qorunması üçün, sağlamlığının bərqərar olunması üçün, bərpa olunması üçün hər cür şərait yaradılmışdı. Lakin bizim vətəndaşlarımızın bu avadanlıqlarla, onlar çox bahalı avadanlıqlar idi. Hərəsi 4-5 min manat idi. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19-20 burada belə aqreqat var idi ki, idmanla məşğul olmaq üçün bu valideynlərin əksəriyyəti bu idman alətlərini uşaq əyləncə obyekti kimi istifadə etdiklərindən onların hamısı sıradan çıxıb və bugün biz öz sağlamlığımızı qorumaq üçün burada həmin idman alətlərindən istifadə edə bilmirik. İnsanlarda tərbiyə ailədən gəlir. Əgər valideynlər ailələrini bu tərbiyəni verib onları başa salmırlarsa və ya özləri başa düşmürlərsə ki, bax bu gördüyünüz həmin alətlərin yeridir. Bunlar onun üçündür ki, insanlar sağlamlıqlarına qovuşsunlar, sağlam yaşasınlar. Əvəzinə onları vurdular, dağıtdılar, qırdılar. Yəni gedib idman salonlarında, idman zallarında 200 manata məşğul olduğumuz həmin alətlərin hamısı burada var idi və bugün gördüyünüz kimi onların yeri boş qalıb. Buna səbəb isə vətəndaş etinasızlığı, vətəndaş, üzr istəyirəm bu sözə görə, tərbiyəsizliyi deyək ki, dövlətin malını talan elədilər. Çünki pulsuz idi. Bizdə pulsuz olan heç nəyin dəyəri yoxdur. Pul verirsənsə, onun qiymətini biləcəksən. Pul verməmisənsə, bax belə, ancaq yerləri qalıb, görürsünüz. Yalnız yerləri qalıb ki, çox belə mən pis oldum buranı bu cür gördüm. Yəqin ki, aparıblar ya təmir elətdirsinlər, ya da burada deyim sizə ən azı bir 500 min manatlıq idman alətləri var idi. Onlar dəfələrlə onlar təmir olunsa da və bugün gördüyünüz kimi onların yeri boş qalıb. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün. Bu cür idman alətləri gördüyünüzdə onları sındırmayın, qırmayın. Onlarla evinizdəki avadanlıqlarla necə rəftar eləyirsinizsə, o cür rəftar eləyin ki, evinizdəki uşaqlar da sağlam böyüsün, evinizdəki uşaqlar da onların dəyərini bilsin, ki, qiymətini bilsin ki, dövlətin əmlakına dəyər verib qədrini bilsin, dövlətin onlar üçün etdiyi pulsuz istirahət mərkəzlərinin, pulsuz idman mərkəzlərinin dəyərini bilsinlər.